Hamıya salam uşaqlar, videoma və kanalıma xoş gəlmisiniz. Bu günlərim sizlərlə bərabər Minecraft Skyblox adamın genişləndirməyə davam edirəm. Hədəfim 25 abunədir. Bu yolda mənə dəstək olan hamıya təşəkkür edirəm. Şərhləriniz mənim üçün çox önəmlidir. Bacardığınız qədər videoma şərh yazsanız çox sevinərəm. Keçən bölümlərim eləyirdim, öldüm bir dəfə. Amma indi ölməyəcəm. Özümə kalkanım falan var. Hər şey üzə sıfırdandır. Biraz o oyuna səs verim gəlim. Biraz səsini verdim oyunun, gəldim. Bir dənə yumurtam var, elə yumurtanı atım. Heç nə çıxmadı içindən. Yeməyimdə nələrim var yeməyə? Baxıram. Çürük etim var. Çürük eti yeyim hələlik. Çürük et bitdi. Canım biraz tez dolsun. Dostlar, sizə indi bir söz deyəcəm, amma xətrinizə dəyməsin. Bir dənə shorts videosu atmışdım, parkur eləyirdim. Yəni özüm üçün balaca bir dənə özümə parkur düzəltmişdim. Parkur eləyirdim. Sonra onu mən paylaşdım, yəni YouTube'da paylaşdım. Hamısı dostlar 2-3 nəfər şərhlərdə yazıb gördüm ki, şərh gəlibdi. Mən də sevinib şərhlərə baxdım. Şərhlərdə gördüm ki, yazıb ki, bunu mən də eləyərəm, gəl VS-yə, canımı apara bilmərsən. Yəni dostlar, heç kim bunu bilmir da sıfırdan. Hamı yüklədiyi oyunu zamanla öyrənir. Biraz mən pis oldum elə yazdıqlarına görə. Yəni bəzilərinin belə şərhlərini sildim oradan. Belə şeylər lazım deyil. Mən də oynaya bilirəm Minecraft'ı. Yəni sübut da eləmişəm 2-3 dəfə. İstəyən olsa da lap VS atmaq istəyənlər çəkinməsin, gəlsinlər. Udursam da, yəni ən azından oynayıb udursam. Heç kimi özümü sübut eləmək istəmirəm, yəni. Ehtiyac da yoxdur özümü kiməsə sübut eləməyimə. Mənim izləyicilərim bilirlər ki, mən ən azından oynaya bilirəm pis yaxşı. Əşya yapmasası düzəltmək belə böyük bir şeydir. O elə şərhlər yazan qaqaşlara da heç fikir vermirəm. Danaqarmey, yazırlar. Hamı məmnun eləmək deyə bir şey yoxdur ki. Əgər hamı məmnun eləmək istəsəm, birini məmnun eləyəcəm, o birisi deyəcək ki, bu belədir, niyə belədir? O birisini məmnun eləyəcəm, bu birisi deyəcək, bu niyə belədir? Yəni heç kim məmnun eləmək olmur. Ya ona görə belə adamlara fikir vermirəm. Siz də əgər yəni məni izləyənlərin çoxsunun YouTube kanalı var. Əgər sizin də YouTube kanalınız varsa, belə şərhlər gəlirsə, heç siz də fikir verməyin. Yəni şərhlərdə belə yazıb adam motivasiyadan salırlar. İstəsəz, yəni həmin o şeylərdən oynayanlarla, Alazon belə getdi. Həmin o mənə şərhlər yazanlarla sizinlə də oynaya bilərəm. Yəni belə paxıllığa ehtiyac yoxdur. Oynaya bilmirəmsə, yəni heç olmayan şərhlərdə yazın ki, biraz özü genişdən. Yaxşı da oynayıram. Hələ bir dənə də shortsa parkur videosu ataram, yaxşı bir parkur videosu. İzləyərsiniz. Başa düşdülər kimə demək istədiklərimi. Hamı yəni heç vaxt oyunu yükləyən kimi açıq pro olmayıbdı. Sonradan sonraya hamı öyrənibdi. Allah örümcək spamlandı. Allah ölmə qaç. Ha, örümcək getdi amma. Sizdən mənim tək istədiyim sadəcə kanalıma abunə olmağınızdır. Bunu götürüm əlimə. Yəni siz mənim kanalıma abunə olub like atarsanız mən motivasiyam olur. Güvənim artır, yəni öz güvənim artır ki, daha çox videolar çəkim. Hələ dostlar, belə görüntü biraz zəif gələ bilər. Telefonu da dəyişəcəm. Əgər yəni belə yaxşı oyunlar, yaxşı FPS verən telefon adları bilirsinizsə, şərhlərdə yazarsınız bunda. Videoma abunə olub like atmağı unutmayın. Sizin dəstəkləriniz çox önəmlidir. Hədəfim 25 abunədir. Bu yolda mənə dəstək olan hamıya təşəkkür edirəm. Hə də dostlar, belə özümə gələ bilmirəm. O şərhləri görəndən sonra biraz xəyal qırıqlığına uğradım. Yəni tüklər demiş. Pis oldum biraz. Allah, telefon əlimdən sürüşdü. Mən bunları basamağa çevirim, gəlim. Biraz basamaq elədim, bir istek bəsdir. Oha, creeper spamlanıb. Yəni məni izləyən yaş qaqaşlarımız da var.
Orhan Allah canını sağ eləsin. Allah niye var niye? Niye Allah? Bak bu nədir belə? Niye öldüm mən? Of. Heç nəydə yoxdur. Heç nəyimdə yoxdur. Bu niye belə olur Allah? Ağaca ihtiyacım var. Çoxlu ağac qırmalıyam. Dostlar mən biraz buraları qazım eləyim gələm. Kastım elədim. Üstümdə pis əşyaları atdım. Bitəri belə oldu. Gül kimi ağaçlarım da var idi. Hamısı getdi. Bəli, sözüm dostlar o yerdədir ki, adamı motivasiyadan salmayın. Yəni pis qaqaşlarımıza deyirəm. Pis qaqaşlar deyəndə belə özləri vaxtı ilə bəlkə də YouTuber olmaq istəyirlər. Ola nə qədər zombi spamlanıb. Əziyyət çəkiblər, amma heç nəyə nail olmayıblar. 1, 2, 3. Golem taktik, golem taktik. Kritik yemirlər ala. Ne kadar salasız. Ama yine çürük et verecekler. Spamlanırlar ya. Düşme yere, düşme yere. 2 dənə son. Biri getdi məcbur. Danağaraq. Öl ala, öl ginən, öl. Axır ki. Bu söz deməyim yəni adam motivasiyadan çox salırlar bəziləri. Ehtiyac yoxdur. O niyə bilmirəmsə ziyan yoxdur. Hələ bax belə şeylərdə bir dənə dostumuz yazmışdı ki, onun şərhini qoyacağam. Türk dilində yazmışdı ki, adamla dalga geçməyin da yəni. O da bilirdi ki, öyrənəcəm yavaş-yavaş. Belə şeylərə çox da ehtiyac yoxdur. Bir dənə özümə ala bu niyə belə oldu? Bir dənə özümə balta düzəldim. Ekipmanlar, her şey. Dua. Bu nədir? Ha bu eşya. Onda belə deyim, əşya yapıla bilər. Ha bax belə tam bu. Özümə biraz buradan bir dənə balta düzəldim. Bir altdan da basamak. Basamağı koydum bura. Buradan da bir an örümcek spam olub. Allah. Dostlar nətərsə qayıtdım. Bəli, sizdən bu videoya 2 like istəyirəm. 2 like atarsınız hər halda videoma. Bir dənə Minecraft Skyblocks videom var idi, ilk bölüm. O partlayış izlənmə almışdı. 293 izlənmə. İstəyirəm ki, bu videoya da elə çox izlənmə gəlsin. Dəstəklərinizi əsirgəməyin, abunə olun, like atın. Yumurtalar yığıb toyuqları çox atacağım. Yəni biraz çox olsun toyuğumuz. Buradan da yıxılmadan bir iki dənə belə. Əlimdə nə qədər o əlimdə olmuşkən biraz bura düzdüm bunlardan. Sit də düzəltməliyəm. Biraz da buradan 24 dənə hələ eləyə bilərəm. Basamak 48 dənə basamak düzəldirəm. Bir dəfəlik dostlar 48 dənəsini birdən bir vuruşa versəydi yaxşı olardı. Biraz belə gec verir. 2 dənə acdığım 2 ala deyən danışamadım. Biraz acam, yəni belə yuxarıdakı şeylərdən 2 dənə gedibdi. 2 dənəsi boşdur. Ona ehtiyac yoxdur. Bir yarımda kalbim gedibdi. Biraz yüngül nəsə oldu. Otuz FPS verir da belə. Eləmi? Oyun məncə elə promo 30 FPS verir. Üçüncünü də belə şey deyim. Oyun yox ala telefonum 30 FPS verir. Oyun 30 FPS vermir axı. Oyun çox verir. Elə bir dostlar bir telefon istəyirəm ki, rahat bir Liboy oyunda ən azından belə 60-45 arası versin. 45 FPS civarı. Şərhlərdə yazarsınız. Yəni biraz araşdırdığım qədərilə var 1-2 dənə telefon, amma sizin də məsləhətinizi alacağam. Biraz belə düzüm.
Yəni videom uzun ola bilər. İzləsəniz çox sevinərəm yəni. Yaxşıdır videolarım. Bəyəndiyiniz dostlar şeyləri videolarımda şərhlərdə yazın, oyunları yüklüyüm. Elə kanalım mənim Minecraft kanalıdır. Ya Minecraft yaxşı oyundur. Oranı dostlar tarla eləyəcəm. Burada ağaçlarımı yetişdirdim, orada tarla eləyim. Biraz buralıqda kasım. Kömür çıxdı. Dəmir. Hörümçək də gəldi. Sən görə beyxlarım öldüm mən hala. En azından kritik ata biləm. Öldü. Kritik də vurdum. Onsuz da aclığım var. Bu hörümçək də daha da başımı xarab eləyir. Sandıq var. İçindən yemək ver sandıq. Yemək. Allah heç nə vermir sandıqlar. Bir dənə də sandıq versə heç yemək dolu. Bomba olar. Adadan nə tər şeylər tikməyimi istəyirsinizsə şərhlərdə yazın. Sizin dəstəkləriniz mənim üçün çox önəmlidir. 25 abunə yolunda irəliləyirəm. Bu yolda mənə dəstək olan hamıya təşəkkür edirəm. Allah! Yox. Ayda. Niyə bax, niyə belə şeylər mənim başıma gəlir? Of. İnəyim biri öldü. Niyə belə şeylər başıma gəlir? Buraları da düzəldərəm sonra. Onu da buradan belə qoyacağım hər şeyimi. Sandıqlar gəlin bura. 2 dənə belə sandıq. En azından yaxşı tərəfindən baxıram, əşyalarım burada qalıbdır. Bir dənə crafted table, bir dənə fırın. Bunun içindən daşları falan atım ki, öləndə ehtiyacım olacaq. Səncə bura kömürlərə çox ehtiyac var. Yeməklər də əlimdə qalsın. Mantarlar burada dursun. Toxumlar qalsın burada. Sandığı bura atıram. Torpaq əlimdə olsun. Torpaq. Ala bu torpaqla fərqlidir. Qranitdir. Bunun için kömürlə doldurdum. Bir dənə buradan hamı dəmiri eləyim. İstədim. Ala bu blokuydu da. Başıma gəlməyən qalmır. Normal adi modda heç mən oynayamıram. Skyblox modunda nətər oynayım. Mən də Minecraft'ı Allah qoysa yavaş oynayıb öyrənəcəm. Yəni gündə ən azından 1 saat kimi keçirdirəm Minecraft'ta. Yavaş öyrənəcəm. Bir-iki dənə də odun qırım yaxşı olacaqdı. Kazmaca bura. Allah. Yanma. Üf. Yanma la. Niyə yanırsan? Kritik bir dənə siyah. Canım azalır yavaş. Çətinlik də artır. Vaxtımda özümə bir dənə tarım alanı düzəltməliyəm. Heç belə gözləməyə ehtiyac yoxdur. Buradan bir-iki dənə şeylər məkim bu ağacların böyründən. Bir dəqiqə. Bir dənə özümə çapa düzəldim. Gəl bura. Daşdan bir dənə çapa bəs eləyər. Bir dənə çapa düzəltdim. İndi toxumları da götürüm buradan. Nə qədər toxum var ki? 3 dənə toxumum var. İdarə edər. Bu sıradan belə düzürəm. Amma suyum yoxdur. Su vacibdir. Düzəlmirəm bunda. Hələ su çıxmalıdır. Suya çox ehtiyac var. Sandıq. Su varmı içində sandığın? Su yoxdur. Su vermədi. Amma heç nə olmaz. Aclıq aparır məni yavaş. Hələlik indi bu qədər bəsdir. Bir dənə buradan şeyləri düzəldim. Buradan gəlirəm. Basamaq düzəldim. Bir dənə daha basamakım oldu. Toyuq hara getdi? Toyuq yaşayır mı daha doğrusu? Toyuq yaşayır.
biraz buraları düzəldim. Bir qat daha mənə basamaq lazımdır. Sol tərəfdə bir dənə təmiz eləyim. Deyəcəm buralığı. Məncə buranı təmiz görəcək bu. Buranı təmiz bu gördü. Bir dənə də sol tərəfdən eləyim. Videonun çox uzun olmağını istəmirəm ki, siz izləyəsiniz keyflə. Bu qədər oldu. Bir dəfə də çit düzəldərəm, qutarar. Bir dənə də dostlar, çitlərimi düzəldiyim, bu tərəfi düzüm, siz də baxarsınız nə. Bəli dostlar, çitlədim hər yanı, baxın, yəni hər yan deyəndə, ay da öldüm ala. Nəsə, gedim yaratıcı moddan bir dənə qayıdım, əşyalarım getməsin, çox əziyyət çəkmişəm. Bir də bu karakterimi dəyişim, ala səhərdən karakterimə fikir vermirəm. Qayıtdım, gəldim, baxın. Tullanamıram indi mən bunun üstünə güyə. Ala tullanamırmışam. Bəli, hələlik belə deyil. 3 dənə çit var. İdarə eləyərik. Bu çitləri də qoymağımın səbəbi yıxılmamağımdır. Buraları belə ağaçdan doldurum. İnək də var. Toyuq da yumurtasının çoxlu var ilə eləyər. Nəsə dostlar, sağ olun, salamat qalın. Məndən bu qədər. Əgər oyunla bağlı, modla bağlı nəsə fikirləriniz olsa, şərhlərdə yazarsınız. Ya da bu danışdıqlarım haqqında, videonun ortalarında danışdıqlarım haqqında nəsə bir fikriniz varsa, mənfi ya da müsbət, bunu da şərhlərdə yazarsınız. Bu videoya sizdən 2 like gözləyirəm. Fərqli oyunlar istəsəniz də şərhlərdə yazın. Hillzip, Razik məsələn və ya Free Fire kimi belə oyunlar istəsəniz şərhlərdə yazın. Sağ olun, salamat qalın. Ən əsası Muradın Oyun Krallığı YouTube kanalıyla qalın.